Salam, hər vaxtınız xeyir olsun. Bugün kartoqrafi təsvir vasitələrindən xəritə və onların növlərinə baxacağıq. İlk növbədə xəritə nədir? Xəritə hər hansı coğrafi obyekt və hadisələri obyekt və hadisələr haqqında məlumatlar əldə etmək üçün istifadə olunur. Demək, xəritələrin növləri var: miqyasına, məzmunu və əhatə etdiyi əraziyə görə. Miqyasına görə xəritələr 3 qrupa bölünür. 1 bölünsün 10 mindən 200 minə qədər olan xəritələr böyük miqyas xəritələr hesab olunur və topoqrafi xəritələr adlanır bu xəritələr. 1 bölünsün 200 mindən 1 milyona qədər olan xəritələr deməli orta miqyas xəritələr hesab olunur və icmal topoqrafi xəritələrdir. Ondan kiçik 1 milyondan kiçik xəritələr isə demək kiçik miqyas xəritələr hesab olunur və icmal xəritələr adlanır. Demək, bunlar içərisində böyük miqyas xəritələri dəqiq ölçmə işləri aparmaq mümkündür. İcmal topoqrafi xəritələr nisbətən dəqiq ölçmə işləri aparmaq olar. Kiçik miqyaslı xəritələri isə dəqiq ölçmə işləri qismən aparmaq mümkündür. Dəqiq ölçmə işlərini daha çox böyük miqyas xəritələr aparmaq mümkündür. Eyni zamanda böyük miqyaslı xəritələrdə ərazi haqqında daha dəqiq məlumat almaq mümkündür. Çünki topoqrafi xəritələr, yəni böyük miqyas xəritələrdə kiçik ərazilər böyük miqyasda verilir. Ona görə də daha dəqiq məlumatlar əldə etmək mümkündür. Sonra demək, əhatə etdiyi əraziyə görə coğrafi xəritələr aşağıdakı qruplara ayrılır. Dünyanın və yarımkürələrin xəritələri. Burada gördüyünüz kimi dünyanın və yarımkürələrin şərq yarımkürəsini burada verib. Dünyanın və yarımkürələrin xəritəsi, materiklərin, burada gördüyünüz materiklər, okeanlar və onların bir hissələri, materiklərin yəni bir hissəsi və okeanların bir hissəsi, ölkələr, misal üçün Kanadanı götürək, Kanada və yaxud da ki, Kanadanın bir hissəsinin xəritələri əhatə etdiyi əraziyə görə qruplara ayrılır. Bəzən yarımkürələrin və okeanların xəritələri ayrıca götürülür. Deməli, əhatə etdiyi əraziyə görə xəritələr 3 qrupa ayrıldı. Dünyanın və yarımkürələrin xəritələri, materiklərin, okeanların və onların bir hissələri, ölkələr və onların bir hissələri. Sonra demək, bir də ki, əhatə etdiyi əraziyə görə bir də məzmuna görə xəritələr var. Məzmuna görə xəritələr də 3 qrupa ayrılır. Ümumi coğrafi xəritələr, xüsusi tematik xəritələr, bir də ki, kompleks xəritələr. Ümumi coğrafi xəritələr deməli adından göründüyü kimi ümumi məlumatlar fiziki coğrafi, həm də iqtisadi coğrafi obyektlər göstərilir. Onların üzərində bütün coğrafi obyektlər eyni səviyyədə təsvir edilir. Yəni ümumi coğrafi xəritələr, misal üçün fiziki və siyasi xəritələr ümumi coğrafi xəritələrə aiddir. Eyni zamanda topoqrafi xəritələr də bu qrupa aiddir. Yəni topoqrafi xəritələr hansı qrupa aid edilir? Ümumi coğrafi xəritələr qrupuna aid edilir. Xüsusi tematik xəritələr. Xüsusi tematik xəritələrində də adından göründüyü kimi xüsusi, yalnız bir mövzu daha müfəssəl təsvir olunur. Misal üçün, burada gördüyünüz xəritədə Naxçıvan rayonu inzibati ərazi bölgüsü göstərilmişdir. Yalnız bir mövzudan bəhs olunubdur, inzibati ərazi bölgüsündən. Və yaxud da ki, Azərbaycanın faydalı qalıcıları verilmiş xəritəni göstərə bilər və yaxud da ki, bitki və heyvanlar aləminin yayılıq ərazilərin xəritəsini verə bilər. Bunlar xüsusi tematik xəritələrdir. Yalnız bir mövzudan bəhs olunur. Əgər bir neçə mövzudan bəhs olunarsa, deməli, baxın burada bir neçə təbii və sosial-iqtisadi elementlərin birlikdə təsvir olunduğu xüsusi tematik xəritələr kompleks xəritələr adlanır. Deməli, məzmuna görə xəritələr neçə yerə bölünür? 3 qrupa: ümumi coğrafi, xüsusi tematik və kompleks xəritələr. Ümumi coğrafi xəritələrdə bütün coğrafi obyektlər və hadisələr deməli öz əksini tapır, yəni məlumatlar əldə etmək mümkündür. Misal üçün çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qalıcılar və s. Yəni fiziki xəritələr və siyasi xəritələr ümumi coğrafi xəritələrə aid. Xüsusi tematik xəritələr yalnız bir mövzu daha müfəssəl təsvir olunur. Misal üçün Azərbaycan faydalı qazıntıların xəritəsi verilə bilər və yaxud da bitki və heyvanlar aləminin xəritəsi verilə bilər. Kompleks xəritələr əgər bir neçə mövzudan bəhs olunarsa isə, qarşılıqlı əlaqədə bəhs olunarsa, bu kompleks xəritələr hesab olunur. Burada isə daha yığcam formada göstərilir. Deməli, miqyasına görə 3 qrupa ayrıldı. Böyük miqyaslı, topoqrafi xəritələr adlanır. Böyük miqyaslı xəritələr və 10 mindən 200 minə qədər olur miqyası. Orta miqyaslı 200 mindən 1 milyona qədər olur miqyası və icmal topoqrafik adlanır.
kiçik miqyaslı icmal xəritələr hesab olunur və 1 milyondan daha kiçik olan xəritələr icmal xəritələr hesab olunur və kiçik miqyaslı xəritələr hesab olunur. Məzmununa görə ümumi coğrafi xəritələr, tematik xəritələr və kompleks xəritələr, əhatə etdiyi əraziyə görə dünya və yarımkürələr, materiklər və okeanlar onların bir hissələri, ölkələr onların bir hissələri. Son dövrlərdə ənənəvi xəritələrdən fərqlənən anamorfoz xəritələrdən istifadə olunur. Anamorfoz xəritə nədir? Dünyada bir çox ərazilər və yaxud da ki, ölkələr müəyyən əlamətlərinə görə bir-birindən fərqlənir. Misal üçün, ölkələr əhalisinə görə fərqlənir, faydalı qazıntılarına görə fərqlənir, adam başına düşən su həcminə görə fərqlənir, adam başına düşən meşə ehtiyatına görə fərqlənir. Onları fərqləndirmək üçün həmin ölkələri qabarıq şəkildə, yəni təhrifli şəkildə göstərir. Misal üçün, gördüyünüz bu xəritədə, burada görsək, Çin, Hindistan, bir dəqiqə, deməli, Çin, Hindistan, sonra burada Braziliya, Kanada, ABŞ, Amerika Birləşmiş Ştatlarıdır bu. Nigeriya kimi ölkələri fikir versəniz, daha qabarıq şəkildə, yəni daha təhrifli şəkildə göstəribdir. Deməli, bu ölkələri nəyinə görə fərqləndirilibdir? Ölkələrin əhalisinə görə. Dünyada ən çox əhalisi olan Çindir, Hindistandır, ABŞ-dır, deməli, Nigeriya, sonra burada Pakistan kimi ölkələr əhalisinin sayına görə fərqlənən ölkələrdir. Gördüyünüz kimi həmin ölkələri qabarıq şəkildə göstərir. Qısacası, anamorfoz xəritələr hər hansı bir əlaməti, deməli, statistik məlumatı qabarıq şəkildə göstərir və real statistika əsasında tərtib edilir.